Herkese salam dostlar. Göyərçinin YouTube kanalına xoş gəlmisiniz. Bu mənim ilk videomdur. Mən gördüyünüz kimi göyərçinlərim var. Hələ çöldə də göyərçinim var. Təzə tutduğum dostlar bu göyərçin. Artıq yəni sahibini axtarıram. Sahibi çıxsa mənə yazsın. Nişanını desin. Gəlsin göyərçinin aparsın. Mənim üçün bez problem. Erkek əbrəşdir. Ondan sonra dostlar bax, bu paştovumuz satılır. Ondan sonra bu onun balaca qardaşı satılır. Bu erkek satılır. Burada da yenə qara göyərçin var. Bu da satılır. Bu oynaqdır dostlar. Yəni bu quşun oynaqlığına garantiya verirəm. Gördüyünüz kimi qəşəng. Dostlar, quşları azaltmaq istəyirəm. Cəmi 3 cüt saxlayacağım göyərçin. Bu mayamız da gördüyünüz kimi burada yumurtayır. Bu da onun o birisi əvvəlki balasıdır. Yəni bala götürmək. Qəşəng balalar götürürük, amma yəni qalmırlar. Ona görə də ki azaldıb bir-iki cüt bala götürüb, bir-iki cüt quş saxlayacağım. Gördüyünüz kimi belə ayağı lələkli. Qəşəng qaragöy çəkillimizdir. Bunu özümə ayırmışam. Bunu saxlayacağım. Bunu saxlayacağım. Burada da bir dənə balamız var. Bunu mən yetişdirirəm. Gördüyünüz kimi. Bu çəkilli. Çəkilli də maya çıxdı. Bunun yuva tayı dəli idi. Bitdi. Ondan sonra da ki qayıtmadı. Bu da yəni oynaqlarına başlayıb. Yəni gələcəyinə bundan da oynaq görəcəyik yəqin ki. Bu da yəni bizə oynaq göstərəcək quşlardandır. Havada da biraz kuşlarımızdan var uçan. Bunu da bırakacağım. Sonra bu əbrəşimizlə yəni həyata öyrəşdirmişəm. Sahibi çıxsa nişanını desin, bir tut balasını götürüb sonra verəcəm bu əbrəşi. Çünki bayaq göstərdiyim şəkilli enerji cütdür. Bu quşdan yəni bala götürməmiş verə bilmərəm. Qəşəng quşdur bu da. Yəni, uçuşu da var, oynağı da var. Hələ ki quyruğu yoluqdur. Quyruğun yoluğu gəlsin. Ondan sonra bu quş buralıqda oynayacaq. Oynayacaq bu quş. Oynağın görəcəyi bunu. O da qəşəng quşumuzdur. Sonra içəridə yenə qırmızı qanad balamız var. Bu ballanı da dostlar verəcəm. Yəni kim istəsə Cəlilabad şəhərində quşları saxlayıram. İstəyən olsa qiymətdə razılaşsaq verəcəm. Buna da 2-3 manat verən olsa bunu da verəcəm. Ondan sonra burada da bu balamız da var. Bunu da saxlamaq istəmirəm. Deyirəm də həyatımda olan ən yaxşı quşları saxlayacam. Alanlarını verirəm. Bunu da 2 manat, 3 manat elə eyni qiymət. Eyni qiymət. Yəni verən olsa gəlsin, götürsün, aparsın. Qaramızla gördüyünüz kimi düşüb. Yemə dənə düşüb, yəni yavaş-yavaş yem yemeye başlayıb.
uçmağına da hele sizə göstərim. Yavaş-yavaş. Bu balamız da şurada. Quşlar dostlar həyətə alışdıranda mənim yerim biraz pisdir. Ona görə biraz çətinliklər çəkirəm. Ona görə də ki satmaq məncə ən məntiqlisidir. Ora qalxdı, oradan çöldən qaça bilər. Fağır quşdur. Fağır quşdur, adama əl verir. Yəni belə qanadları ağ qanad, ağbaş, qaragöy. Qaragöy. Bu istəyən olsa bu da satılır. Deməli, bu balamız satılır. Baladır, satılır. Burada bir dənə göy eşeğim var. Yəni bu da vaxtında mənə oynaq göstərən quşlardandır. İndi hal-hazırda da bu həm qocalıb, həm qanadında problem var. Ona görə uçurda bilmirəm. Bunun bir dənə balasını nişan saxlayacam özümə. Bunun bir dənə nişan saxlayacam balasını. Amma ki, yəni özü da nə bilim saxlamaq istəmirəm, azaltmaq istəyirəm. Gördüyünüz kimi, ya bu quşdan baş çıxan da, yəni quşdan baş çıxan adam bunun dəyərini bilər. Yəni bunu da bala götürüb balasını oynatmaq olar. Bunu da balalarını oynatmağa başlamışam öz həyətimdə. Bunun da bir dənə balasını, 2 dənə balasını satacağam. Ola bilsin bütün balalarını satdım, amma yəni bu heyvan da yaxşı baxsaz balaların söküb eləsəz, oynağa salsız oynayarlar. Yəni bu kənddə hamı mənim quşlarımı bilir, hamı tanıyır. İndi qanadında onun problem var, yoxsa yəni bu quşu mən əsla vermərəm də, dəyişmərəm heç nə ilə. Gördüyünüz kimi göy paştovumuz. Yəni hamı tatra deyir, amma çöl deyil də dostlar. Yəni bu quşdan baş çıxan, paştovdan baş çıxanlar bilər də o çöldür yoxsa paştovdur. Bu qaramız da. Ya bu qara da satılır. Qara da satılır. Qaranın burada yumurtası da var, paştovla üstü. Burada 2 dənə içində balı olan yumurtamız var. Ondan sonra bunlar 2-3 gündə yumurtlayıblar. Bunlar hələ tam bilinmir. Bunlar da dümağ göyərçinimlə qırmızı onun bir ağız balaca bacı qardaşlardır. Bu şəkilliyini bir də özümə saxlayacağam. Amma ola bilsin, yəni qırmızını da görmələ öyrəşdirə bilsəm. Bu da şəkilliyinin alt balaca bacı qardaşlarının yumurtasıdır. Yəni balanı da istəyirsiniz çöldə sizə göstəreyim. Bu bala da gələcəyinə bu bala da bir şeylər göstərir. Bu da paştovu, ağqanad paştovudur. Ağqanad paştovudur. O hələ ciydən təzə çıxıb. Çöldə adama əl vermir. Çöldə adam bunu tuta bilməz. Hələ mənim adam bunu tuta bilməz. Dostlar, bugünkü videomuzda bu qədər. Takip eləməyi unutmayın. Kanalı böyüdək. Sonra isə inşallah sabahlarda uçun videoları gələcək. Takip edin.